Axşamınız xeyir, diqqət mərkəzinə baxırsınız. Donald Trump və Vladimir Putin yenidən telefonla danışıblar. Mövzu Ukrayna müharibəsi və İranın nüvə proqramı olub. Görüşün detalları barədə məlumat verilmir. Trump sadəcə deyib ki, Putin Rusiyanın strateji aviasiyasına hücumun qisasını alacağını deyib. Bugün proqramımızda bu mövzuda danışacağıq və eləcə də Ermənistan Baş naziri Nikol Paşinyanın Erməni Apostol kilsəsinə qarşı açdığı müharibədən danışacağıq. Paşinyan kilsə rəhbərliyini sözün dolayısı və hardasa birbaşa mənasında qurşaqdan aşağı vurur. Kilsə də eyni formada cavab verməyə çalışır. Bir sözlə Ermənistan parlament seçkilərinə doğru tam sürətlə irəliləyir. Bu iki mövzu müzakirəsi üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkili Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva. Real Partiyasının sədri Natiq Cəfərli. Politoloq Zaur İbrahimli və siyasi tədqiqatçı Əhməd Əlili. Axşamınız xeyir, hörmətli qonaqlar. Təklif edirəm ki, Trump və Putin arasında baş tutmuş danışıqdan başlayaq. Gülşən xanım, 2 ay əvvəl, 3 ay əvvəl Trump və Putin arasında danışıq hadisə idi və ondan bir irəliləyiş gözlənilirdi hər danışıqdan. İndi dünya mediasına da baxıram, belə bir irəliləyişi sanki gözləyən yoxdur. Bəli, düz buyurursunuz Murad müəllim. Yəni, əgər biz baxsaq bu proseslərə, 100 gün ərzində gözlənilirdi ki, hansısa bir atəşkəs əldə ediləcək. Trump buna inanırdı. 100 gün artıq keçib. Hələ ki, heç nə yoxdur. Düzdür, danışıqlar başlayıb. Bu müsbət bir prosesdir. 2 dəfə artıq 2 raund olub, yadınızdadırsa, ayın 16-sında. İlk raund oldu keçən ay və ayın 2-sində, bu ayın 2-sində ikinci raund oldu. Yəni, müəyyən bir danışıqlar üçün yeni bir müstəvi yaranıb. Yəni, bu müstəvi 3 il ərzində davam edən müharibə dövründə mümkün deyildi. Ona görə bu mənada Trumpın töhfəsi kimi də bunu qiymətləndirə bilərik. Yəni, ən azı Trump bir üçüncü tərəf kimi bu proseslərdə, yəni birbaşa Ukrayna və Rusiya arasındakı danışıqların başlanmasında müəyyən mənada vasitəçilik rolunu da müəyyən mənada ortaya qoya bildi. Yəni bunu biz müsbət qiymətləndirməliyik və eyni zamanda biz bir yer kimi də, məsələn, bu son dövrdə məhz Türkiyənin yenə də fəallaşması bir vasitəçi olaraq və bir məkan olaraq hər iki tərəfi bir araya gətirməsi də müsbət kimi qiymətləndirilməlidir və əgər biz son məhz Putin və Trump arasındakı danışıqlarla bağlı Rusiyanın prezidentinin köməkçisi Uşakovun da əgər son media verdiyi fikirlərindən belə bir düşüncəyə gələ bilərik ki, Rusiya tərəfi bu dialoqun davam etdirilməsində maraqlıdır. Yəni, o onu pozitiv qiymətləndirir, hesab edir ki, danışıqlar davam etdirilməlidir. Bu da onu göstərir ki, deməli, bu proses ən azı Rusiya tərəfdən davam etdirilməkdə onlar maraqlıdırlar. Nə dərəcədə Ukrayna bunu qiymətləndirir, nə dərəcədə Ukrayna prezidenti konkret nəticələrdən əgər biz danışırıqsa, burada birinci raunddan sonra ən azı 1000 nəfər hər iki tərəfdən əsirlərin dəyişdirilməsi müsbət bir hal kimi qiymətləndirilə bilər. İkinci raunddan sonra da ən az Ukrayna tərəfi artıq 6000-ə qədər əsrin də dəyişdirilməsi məsələsi vacibdir. Ya daha doğrusu o əsirlərin həm dəyişdirilməsi, həm də mənə elə gəlir ki, orada bir məsələ də var ki, həmin 6000 söhbət məncə deyəsən məhz bu müharibə dövründə həlak olmuş insanların cəsədlərinin qaytarılması məsələsidir ki, bu da olduqca vacib humanitar bir məsələdir və bununla da bağlı ikinci raunddan sonra müəyyən razılıqlar əldə edilib. Yəni, ən azı humanitar əgər çərçivəni götürürüksə, bu müsbət bir element kimi qiymətləndirilə bilər. Natiq müəllim, amma eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, bu tip, yəni humanitar məsələlərlə bağlı razılaşmanı biz telefonla da əldə edə bilərik. Rusiyanın irəli sürdüyü memorandum, Ukraynaya verdiyi memorandum bir ultimatumdur və nəsə bir nəticəyə yalnız Trump, Putin, Zelenski və Recep Tayyip Erdoğan iştirak etdiyi görüşdə nail olmaq olar. Yəni, Zelenski hansı siqnalı verir? İstanbul 3 olmayacaq, yoxsa İstanbul 3-ə sanki artıq barmarası yanaşmağa başlayıb? Ola bilər humanitar məsələlərin müzakirəsi üçün 3-cü, 4-cü, 5-ci görüşlər də ola bilər və hətta daha aşağı səviyyəli, ekspertlər səviyyəsi görüşlər də ola bilər humanitar məsələlərin həlli üçün. Çünki orada uşaqların geri qaytarılması məsələsi var ki, bu da çox ciddi məsələdir. Amma Trumpla Putin arasındakı danışıqlarda bizə elə gəlir, ən azından belə bir təsəvvür var idi ki, bu söhbət ancaq Ukraynadan gedir və əsas məsələ Ukrayna məsələsində razılığın əldə edilməsidir.
Amma görünən odur ki, elə deyil. Ukrayna üçün təəssüf ki, elə deyil. Çünki Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında gedən danışıqlarda Ukrayna treklərdən, istiqamətlərdən yalnızca biridir. Elə Trumpın açıqlamasında İran vurğusunun olması, İran məsələsinin müzakirə olunması ondan xəbər verir ki, Rusiya ilə müxtəlif məsələlərin müzakirəsində irəliləyiş əldə etmək istəyir Amerika və öz maraqları çərçivəsində davranır. Hətta Mark Rubio'nun bu yaxınlarda bu məşhur çıxışı oldu bir neçə gün bundan öncə və Amerika siyasətində sanki yeni bir istiqaməti müəyyənləşdirdi ki, Amerikanın marağına nə uyğundursa biz onu edəcəyik. Bizim üçün fərqi yoxdur bu hansısa başqa ölkələrin maraqlarına toxunur yoxsa yox. Yəni bu mənada ritorik və konfigurativ dəyişikliklərə artıq Ukrayna da hazır olmalıdır, Avropa Birliyi də hazır olmalıdır. Yəni Amerika ilə Rusiya arasındakı danışıqlarda, razılaşmalarda sadəcə istiqamətlərdən biri Ukrayna olacaq və hətta Amerika Birləşmiş Ştatlarının yavaş-yavaş danışıqlardan çəkilməsi də mümkündür ki, çəkilməsi zamanı Rusiya ilə daha rahat danışa biləcək və bu müharibədən özünün tərəf olmaqdan kənara çəkməyə imkan verəcək. Və İran məsələsi nəyə görə indi gündəmə gəldi? Çünki Trump üçün açığın deyək ki, İran məsələsi Ukrayna məsələsindən də vacibdir. Və orada hansısa bir irəliləyiş əldə olunacaqsa, onu öz elektoratına da, həm İsrail məsələsinə görə, həm Amerikanın maraqlandıran digər məsələlərə görə daha baha sata bilər. Və Rusiyanın da burada çox ciddi köməyi və dəstəyi ola bilər. Yəni, Rusiya ilə İran zaten situativ müttəfiq idilər. Onların heç vaxt belə daimi müttəfiqliyi mümkün deyildi. İmkan düşən kimi bir-birlərinin maraqlarını üçüncü tərəfə çox rahatlıqla sata bilərlər. Bugün də Rusiya eyni hərəkəti İrana qarşı Amerika ilə birgə edə bilər. Yəni, Amerika buradan nəticə əldə edəcəksə, özündən daha qane olmuş hesab olunacaq. Ukraynada nəticə yoxdur, məsələn, amma bu məsələdə bu tərəfdə var. Zaur müəllim, sizin fikriniz, yəni Natiq müəllim söylədi, ümumiyyətlə belə təəssürat var ki, Trump Rusiya-Ukrayna müharibəsi ilə bağlı artıq bir qədər əlini üzmüş kimi görünür. Ən azından əvvəllər Trumpın çıxışlarında Rusiya-Ukrayna müharibəsinə daha çox yer ayrılırdı. İndi bu ayrılan pay get-gedə azalır. Donald Trump bu danışıqlar prosesindən çıxa bilərmi? Və onun çıxmağı kimin xeyrinə olacaq? İlk növbədə qeyd eləyək ki, Trumpın Ukrayna strategiyası tamamilə iflasa uğrayıb. Prezident Trumpın Ukrayna müharibəsini qurtarmaq barədə verdiyi vədlərin heç biri özün doğrulmayıb. Və hal-hazırda bu Trump tərəfindən və o cümlədən Ağ Ev tərəfindən mərhələ-mərhələ etiraf olunur. Bunun alternativi də var. Alternativi ondan ibarətdir ki, Rusiya ilə güc müstəvisində danışmaq lazımdır. Və yalnız güc müstəvisi ilə danışdıqda, eskalasiyanı artırdıqda Rusiya mülayim mövqedən çıxış eləyə bilər. Bu demək ki, artıq Rusiya ilə total müharibə aparmaq lazımdır. Amma Trump administrasiyası buna getmir. Yəni, indiki hal-hazırda Trump administrasiyasının dünya baxışı, onların söykəndiyi xarici siyasət prinsipləri bu yanaşmanı kənara qoyur. Amma özür istəyirəm, Biden administrasiyası da getmirdi total müharibəyə. Şübhəsiz, mən razıyam. Amma Biden administrasiyasının ritorikası var idi. Ritorikası var idi və müəyyən tonusu saxlayırdı. Və Biden administrasiyası Rusiyanın müharibədən ABŞ-sız çəkiləcəyini heç bir ümid qoymurdu. Yəni, deməyim ondan ibarət idi ki, asta-asta da olsa, mərhələ-mərhələ də olsa, Biden administrasiyası o mesajı verirdi ki, sona qədər Rusiya ilə mübarizə aparılacaq. Trump administrasiyasının yanaşmasında bu yoxdur. Trump administrasiyasının yanaşmasında Rusiya ilə uzun müddətli qarşı durma strategiyası yoxdur. Bunu hamı məncə etiraf edə bilər. Hansısa mərhələdə Amerika geri çəkilə bilərmi? Əlbəttə geri çəkilə bilər və artıq bu hiss olunur sonuncu Ramstein formatında. Yalnız Amerikanın NATO'dakı səfiri iştirak elədi. Hamıçın bəyan elədilər ki, bəli, biz əvvəldən nəzərdə tutuq ki, Ramstein formatına rəhbərliyi biz Böyük Britaniya, Fransa və Almaniya verəcəyik. Yəni, açıq şəkildə qeyd edirlər ki, onlar bütün bu formatları dövr eləyirlər Avropa İttifaqına. Lakin daha fundamental bir sual çıxır. Nədən ibarət? Doğrudanmı Rusiya-Ukrayna münaqişəsinin həllinə vasitəlikdən çəkilmək ABŞ üçün uğurlu senaridirmi? Bax, məsələ buradadır bundan bağlı. Bəli, Amerika Birləşmiş Ştatları istənilən vaxt mərhələ-mərhələ çəkilə bilər. Bunu bir dəfə də eləyib buna bağlıdır. Lakin sonradan hətta Trump istəsə də belə bunu sona qədər reallaşdıra bilmədi. Amerika Birləşmiş Ştatları 6 aydan sonra yenidən daha böyük həcmdə Ukrayna hərbi yardım bərpa etdilər. Hal-hazırda məsələ bax, dünyanı düşündürən, özümüz üçün, bizim üçün də, xüsusən Cənub Qafqaz üçün də,
Türk Dövlətləri Təşkilatı üçün ən vacib məsələlərdən biri bundan ibarətdir ki, hal-hazırda ABŞ-ın Ukrayna-Rusiya münaqişəsində vasitəsilə çəkilməsi, ABŞ-ın yeni paradigma irəli sürməsi ümumiyyətlə dünyada hansı reallıq yaradacaq? Bax, bu suallar çox vacib suallardır bununla bağlı məsələdə. O bir başqa məsələ ki, biz sizin verilişdə də proqnozlaşdırdıq ki, Trampın çəkilməsi ilə bu münaqişə bitəcəkmi? Əlbəttə yox. Trampın çəkilməsi ilə Ukrayna dərhal ağ bayraq qaldıracaqmı? Əlbəttə yox. Trampın çəkilməsi Avropa İttifaqını vadar eləyəcəkmi ki, o da Rusiyanın bütün şərtlərini qəbul etsin? Əlbəttə yox. Biz bütün bunları nəzərə almalıyıq və mən düşünürəm ki, biz az müddət qalıb, yəqin ki, yaxın bir ay ərzində Amerika Birləşmiş Ştatlarının strategiyasının konturları tamamilə bəlli olacaq. Əhməd müəllim, əgər Birləşmiş Ştatlar danışıqlar prosesindən çəkilərsə, belə deyək, yük Avropa İttifaqının Avropanın üzərinə düşəcək. Çünki Avropa dövlətləri, aparıcı Avropa dövlətləri Ukraynanı dəstəkləyir bir mənalı formada və s. Belə olan bir vəziyyətdə ən azından Ramstein formatında keçirilən toplantıya Birləşmiş Ştatlar Müdafiə Nazirinin getməməsi ondan xəbər verir ki, Amerika çəkilir, asta-asta da olsa çəkilir, prosesdən çıxır. Ən azından Avropanın yanında olmaq istəmir. Və belə olan bir vəziyyətdə Avropa bu yükü, hansını ki, əvvəl Amerika ilə birlikdə daşıyırdı, indi tək başına daşıya biləcəkmi? Əlbəttə. Mən hesab edirəm ki, Almaniyanın xarici siyasətində son 2-3 ayda baş verənləri biz nəzərdən keçirsək, biz görərək ki, Almaniya üçün də müəyyən bir tarixi şərait yaranıbdır ki, 2-ci Dünya müharibəsindən sonra onun üzərində olan müəyyən bir o yükü var idi, onu çox asanlıqla atsın. Almaniya 2-ci Dünya müharibəsindən sonra hədsiz çox ilklərə artıq imza atdır. Bir qədər əvvəl çox açıq bir formada İsraili tənqid etdi. Halbuki bu Almaniya xarici siyasəti üçün, yəni Avropa İttifaqında kim tənqid edirsə etsin, İsrail heç bir halda Almaniya tənqid etməməlidir. Mən hesab edirəm ki, bu siyasətin sonuydu. İlk dəfə xarici baza yaradıldı. Almaniyadan kənarda davamlı olan xarici baza. Döyüş bölgələrinə silahın göndərilməməsi bu Almaniyanın əvvəlki dövrlərdə prinsipial mövqelərindən biridir. O mövqedən çox sürətlə uzağa getmək oldu. Şolz hakimiyyəti dövründə heç bir halda Fransanın, Almaniyanın, demək, Almaniya heç bir halda Fransanın, Avropanın suverenliyi ilə bağlı olan baxışlarını bölüşdürmürdü. Yəni, nə qərarlar qəbul olunursa, bu NATO çərçivəsində NATO ilə bir yerdə olmalıdır. Yəni, bu istiqamətdə biz görürük ki, Almaniya diplomatları, Almaniya xarici siyasəti kifayət qədər aktivləşib. BMT baş, demək, assambleyasının artıq orada Annalena Baerbock'un seçilməsi idi. Yəni, bir çox istiqamətlərə baxanda mən hesab edirəm ki, Almaniya diplomatiyasının təmsilçilərini biz orada görürük. Amma Əhməd müəllim, eyni zamanda bilirsiniz, sizin dediyiniz bəli var, hamısı var, amma hamısı bəyanatdır, sözdür. Bəs amma Ukrayna indiyə kimi şikayətləyir ki, Almanlar bizə Taurus raketlərini vermirlər, uzaq mənzilli raketləri. Baxın, elə məsələ olaraq ilk dəfə olaraq Almaniyanın başqa imtina etdiyi siyasətlərdən biri hərbi yardımların şəffaflığı məsələsi idi. Son 10 gün ərzində demək olar ki, mən bunu yəni bir ay ərzində demək olar, amma son 10 gün ərzində çox intensiv formada deyilir ki, yəni hərbi yardımları işıqlandırmaq, bu özü müəyyən qədər belə deyim də çox qeyri-rasional bir məqamdır ki, sən hərbi yardım edirsən, onu da deyirsən. Bu zaman Almaniya prinsipial var. Ona görə siz deyirsiniz, bu danışıqlardır. Mən hesab edirəm ki, bundan sonra bəlkə də insanlar istəyəcək ki, bu mövzu barəsində danışsınlar. Bəlkə də Almaniyada o danışılmayacaq, real kömək edəcək. Amma başqa bir məqam bu günləri, daha doğrusu dünən olan bir qərar oldu ki, bu artıq 335 milyard fondun, koronavirusun ayrılmış fondun, yəni bu bitib, ehtiyac yoxdur. Bunların hamısının hərbi məqsədlər üçün sərf olunması və Almaniyada ordu quruculuğu nəzərə almaq lazımdır ki, hal-hazırda Avropa Komissiyasına rəhbərlik edən şəxs Ursula von der Leyen bu vəzifədən öncə Almaniyanın müdafiə naziri idi. Yəni, o müdafiə xərclərini nə cür təşkil etmək lazımdır. Avropa miqyasında mən hesab edirəm ki, onun bu istiqamətdə təcrübəsi kifayət qədər çoxdur. Ona görə də mən hesab edirəm ki, bəli, Avropa İttifaqı çox sürətlə o 2019-cu ildə olan Yaşıl Partiya gündəliyindən sürətlə imtina eləyir, progresiv gündəlikdən çox sürətlə imtina eləyir, koronavirus və yaxud da buna oxşar hadisələr təkrarlanarsa, onun üçün artıq indidən əvvəldən müəyyən bir fond ayrılmışdı və 2025-ci ilin avqustuna kimi o artıq uzadılmalıydı. Uzadılmır, hərbi məqsədlərə yönəldilir. Ona görə hiss olunur ki, bu istiqamətdə Almaniya özü çox sürətlə, yəni bütün Avropanın mən deyərdim ki, o hərəkət verici və istiqamət verici bir gücü kimi çıxış edir və əlbəttə ki, bu kontekstdə iki məqam mən hesab edirəm ki, çox vacibdir. Bu gözlənilən demək Mersin, Almaniya kansler Mersin ABŞ-a gözlənilən səfəridir və həmçinin də NATO-nun konfransıdır. Haqada keçiriləcək konferans iyunun sonlarında. Bəli, bu iki konferans hansı formada bu münasibətlərə şəkil verəcəkdir?
Yəni mən hesab edirəm ki, bundan sonra biz bu istiqamətdə birgə fəaliyyət mi olacaq, ayrı fəaliyyət mi olacaq? Mən hesab edirəm ki, artıq bəlkə də ən gözlənilməz məqamlardan biri ondan ibarətdir ki, Avropa İttifaqı doğrudan da geosiyasiləşir. Hansı bir həddə kimi bu geosiyasiləşmə prosesi davam edəcək, o başqa bir sualdır, amma sürətlə gedir. Gülşən xanım, sizin fikriniz, Əhməd müəllim danışdı, Almaniyanın transformasiyalar baş verdiyini söylədi, olsun. Amma axı Avropa tək Almaniya deyil və Birləşmiş Ştatların Ukrayna müharibəsində oynadığı rolu tək Almaniya oynaya bilməz. Avropa ailəsi olaraq, birlik olaraq bu mövqedən çıxıb Almaniya rəhbərliyi ilə. Hə? Almaniyanın rəhbərliyi ilə. Almaniyanın rəhbərliyi ilə, olsun Almaniyanın rəhbərliyi ilə. Elə bu məsələ də hələ müzakirə predmetidir. Fransanın rəhbərliyi də ola bilər, orada Böyük Britaniyadır. Nəysə. Necə hesab edirsiniz? Bütövlükdə Avropa Birləşmiş Ştatlar danışıqlar prosesindən çıxarsa, onun boş qalan yeri, boş qalan sahəni doldura biləcəkmi? Məncə bu iki müxtəlif məsələdir. Deməli, birinci gəlin baxaq, Avropa Ukraynanın arxasındadır. Yəni onu biz vasitəçi kimi görə bilmərik. Yəni vaxtı ilə nə üçün danışıqlar getmirdi? Çünki iki tərəf var idi. Qərb və Rusiya. Və ona görə də heç bir üçüncü tərəf yox idi ki, bunları bir stol arxasına gətirsin. Məhz Trumpın gəlməsi ilə Trump özünü uzaqlaşdırdı həmin o ikinci tərəfdən, yəni müharibə tərəflərindən və üçüncü tərəf kimi bu prosesə başladı və indi də danışıqlar gedir iki tərəf arasında. Və hal-hazırda Türkiyə bu rolu daha çox oynayır, vasitəçi kimi. Çünki yerdə məhz Türkiyə, yadınızdadırsa, həm Xarici İşlər Naziri cənab Fidan orada iştirak edirdi o danışıqlarda üç tərəfli. Ona görə Amerika orada real yox idi. Ona görə bugünkü reallıqda Amerika artıq kənardadır. Türkiyənin ərazisində bu baş verir. Türkiyə bu rolu aparmaqda maraqlıdır. Rusiya və Ukraynada üçüncü tərəf kimi Türkiyə inanır. Ona görə də vasitəçilik funksiyasında ya da fasilitasiya baxımından məhz Türkiyəni biz görürük. Ona görə Amerika məsələsi biraz sual doğurur. Çünki mənə elə gəlir, Trump başa düşür ki, bu asan iş deyil. O 100 günlük sözünün üstündə dayana bilmədi. Burada bu birinci məsələ. İkinci məsələ sizin sualınızın cavabı olaraq. Mənə elə gəlir ki, biz belə bir məsələyə baxa bilərik ki, bugünkü reallıqda Trump çox istəyir ki, bunlar ən azı hansısa bir atəşkəs əldə eləsinlər. Ona görə də həm Rusiya prezidenti ilə ola bilsin o danışıqlarda da bu məsələdə Rusiya tərəfinin fikrini öyrənmək istəyir ki, biz hamımız gözəl oxumuşuq o iki dənə memorandumu, Ukraynanın hazırladığı sənədi və Rusiyanın hazırladığı sənədi. Onlar demək olar ki, çox az hissələrdə kəsişirlər. Yəni, əgər biz humanitar baxımdan baxırıqsa, atəşkəslə bağlı tamamilə müxtəlif mövqelərdir. Neytrallıqla bağlı Ukraynanın yadınızdadırsa, bugün Zelenski çox dəqiq aydınlaşdırdı ki, əgər ikinci hissəsi onların memorandumunun, Rusiyanın, əgər söhbət gedirsə Ukraynanın neytrallığından, onda gərək Rusiyada KTMT-dən çıxmalıdır. Yəni, əgər biz hərbi bloklardan danışırıqsa ki, Ukrayna heç bir hərbi blokun üzvü olmalı deyil, onda Rusiyada həmin o kollektiv KTMT Kollektiv Təhlükəsizlik Təşkilatından çıxmalıdır. Yəni, burada söhbət ondan gedir ki, konkret danışıqlar prosesində böyük məsələlər, siyasi məsələlərlə bağlı, hərbi məsələlərlə bağlı problemlər var. Və o problemlər, mən tam razıyam ki, müəyyən vaxt çəkəcək ki, əgər o danışıqlar getsə də orada bir ortaq məxrəc tapılsın, atəşkəslə bağlı. Ancaq biz gəlib ABŞ və Avropa münasibətlərinə çıxsaq, burada da lap ABŞ təsəvvür eləyək ki, razılaşsa Qərblə ki, götürsək Avropa ilə ki, onlar Rusiyada artıq inanmırlar, Rusiya ilə onlara da sanksiyaları sərtləşdirmək istəyirlər. Siz bilirsiniz ki, bu saat hal-hazırda Senatda o məsələ qoyulub və iki senator bu məsələni ciddi qoyublar. Lindsey Grahamla Richard Blumenthal və onlar istəyirlər ki, sərtləşdirsinlər sanksiyalar. Rusiya ilə ticarət edən, hətta ikinci ticarət edənlərə qarşı 500% rüsum. Bəli, rüsum. Bu çox ciddi məsələdir və onu Amerikanın özündə də çox... Tətbiqi mümkün olmayan məsələdir. Bəli, həddən artıq çətin məsələdir. Çünki orada Amerikanlar özləri də bu məsələyə ciddi baxırlar ki, bu ancaq onların... Təsəvvür elə ki, Rusiya və o dövlətlərə yox ki, ikinci dərəcəli. Hətta Amerikanın özünə də və Amerikanın müttəfiqlərinə də problem yarada bilər. Yəni, belə bir sanksiyaların sərtləşməsi. Məsələn, Fransa Avropada Rusiyadan ən çox qaz, sıxılmış qaz alan dövlətdir. Belə çıxır ki, Fransaya qarşı 500% rüsum tətbiq olmalı. Bəli. Yəni, bu özü də özünə görə bir maraqlı məsələdir ki, o necə olacaq. Ona görə də indi son dövrdə belə çıxır ki, Trump hələlik bu məsələni özü dayandırıb ki, bu məsələni biz hələ toxunmayaq, bu məsələ qalır. Ancaq o biri tərəfdən də ki,
Mənə elə gəlir ki, iki müxtəlif məsələ var. ABŞ-ın izolyasionist siyasəti ilə bağlı. Bəzənləri hesab edir ki, Amerika, məsələn, Trump administrasiyası Avropadan ayrılaraq özünün bir siyasətini ortaya qoymaq istəyir. Avropada bu mənada hansısa bir yeni siyasət qoymalıdır bu indiki mərhələdə və ona görə də hərbi xərclər və s. bu ciddi məsələ olaraq onlar üçün qoyulur. Ancaq ikinci mənim fikrimcə maraqlı bir baxış ondan ibarətdir ki, Amerika tam istəmir o siyasətə getmək. Amerika özünün mövqeyini bu kontekstdə dəyişdirmək istəyir bəzi məsələlərlə bağlı. Və ona görə də indiki reallıqda ola bilsin ki, müəyyən dövr ərzində Amerika və Avropa arasındakı münasibətlər yenidən baxıla bilər. Natiq müəllim, sizin fikriniz, indi əgər Rusiya-Ukrayna müharibəsi yayda aktivləşsə, Ukrayna hərbi sursat istifadəsini artırmalı olacaq. Hərbi sursat istifadəsi artarsa, Ukraynanın ehtiyatları daha tez tükənəcək. Daha tez tükənəndə Ukrayna müraciət edəcək. Tutalım ki, Birləşmiş Ştatlara. Birləşmiş Ştatlar deyəcək ki, bağışlayın, verə bilmərik. Ukrayna əlini uzadacaq Avropaya. Avropa buyur deyəcək, yoxsa bizdə yoxdur deyəcək. Bax, əsas sual Ukrayna üçün budur. Elə Avropa Birliyinin müharibəyə ən sərt mövqedən yanaşmasının səbəblərindən biri də ondan ibarətdir ki, yəni mən anlayıram, səmimi şəkildə Avropa əhalisinin böyük bir qismi, ölkələrin böyük bir qismi Ukraynanın yanındadır və Ukraynanın, hamımız kimi Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını arzuluyuruq. Amma öz maraqları da var axı. Onların da marağı odur ki, müharibə heç olmasa bir 2 il, 2 il yarım uzansın. Biz hərbi sənaye kompleksimizi normal vəziyyətə gətirək, daha çox silah istehsal eləyək, daha çox sursat istehsal eləyək. Bu vaxta qədər də iki Slavyan xalqlar bir-birlərini orada öldürürlərsə, bunun da Avropaya belə bir ciddi ziyanı yoxdur. Bax, belə bir mövqe də var. Problem də bundan ibarətdir. Yəni, Avropa Birliyinin müharibənin uzadılmasındakı marağı bir tək Ukraynanın uduzmasına görə və çox ağır şərtlərinə görə deyil. Bu da var, təbii ki, amma əsas məsələ özlərini 2 il, 2 il yarıma hazırlamaqdır. Əgər Amerika doğrudan da izolyasionist siyasət yeridib çəkilsə Avropa Birliyindən və yaxud da, belə deyək də, ticari münasibətlərə döndərsə bunu, təhlükəsizliyini ancaq pulla satsa Avropanın təhlükəsizliyini, o zaman Avropaya bir zaman lazımdır. Yəni, pul ayrılması o qədər də problem deyil. Bəli, Avropanın pulu var. Amma siz avroları topa doldurub ata bilməzsiniz də, gərək onun içində güllə qoyub atasınız. O gülləni də istehsal eləməyə zaman lazımdır. Məsələn, 150 Taurus deyirlər veriləcək. Hələ müzakirəsi gedir Almaniyanın. 150 Taurus bu belə intensiv müharibələrdə bir aylıq, uzağı 20-25 günlük bir müddətə bəhs eləyir. Bəs sonra top güllələri də eyni qaydada, raketlər də eyni qaydada. Yəni, Avropa Birliyi istəyir ki, zaman qazansın. 2 illik, 2 il yarımlıq bir zamana ehtiyacı var. Bu zamana qədər də hərbi sənaye kompleksini bərpa eləsin. Bundan başqa, bu Almaniyanın rəhbərliyi altında dedi, hörmətli həmkarımız. Amma Almaniyanın birləşdirən Avropa 2 dəfə dünya müharibəsi də eləyib 20-ci əsrdə. Onu da yaddan çıxartmaq lazım deyil. Məhz buna görə Almaniyanın bu figura çevrilməyi, bu dərəcədə böyüməyi bir çoxlarının narahat edir. Əlbəttə, fransızların özlərini narahat edir. Yəni, kənara Rusiyanı qoyaq bir qırağa, başqalarını qoyaq bir qırağa, fransızların özlərini narahat edir. Yəni, Almaniyanın potensialı çatacaqmı bu qədər yükü özlərinə götürsün və yaxud da ordusunu artırsa, Almaniya ordusunun etnik tərkibini mən 10 ildən sonra çox maraqla izləyəcəm ən azından. O ordunun etnik tərkibi necə olacaq? Kimlər orada vuruşacaqlar? Yəni, kimlər orada önə çıxacaqlar? Rusiyada kim önə çıxır, orada da onlar önə çıxacaq. Yəni, doğrudan elədir. Təcrübə göstərir ki, etnik tərkib rol oynamır. Oynayır. Bax, bəzi hallarda oynayır. Bəzi hallarda oynayacaq da hətta. Çünki, bilirsiniz, insanlar heç yerdə, Amerikan ordusunun öz tarixçəsi var da. Amerikan ordusunu cazibəli eləyən nə oldu? Amerika ordusuna gedənlər universiteti pulsuz daxil olurdular, orada ödəyirdi, daha yaxşı sığorta qazanırdılar. Heç yerdə problem, yəni iş tapa bilməyən, inteqrasiya oluna bilməyən insanlar daha çox gedib oradan... Rusiyada da indi elədir. Rusiyada indi pula görə vuruşurlar. Belə olacaq. Mən razıyam sizlə. Rusiyada pula görə vuruşurlar. Hətta ailələr özləri göndərir ki, gedin vuruşun. Gedib 30-40 min rubulluq işdənsə, gedin 205 min rubulluq işlə məşğul olun, necə deyərlər. Hətta başınıza bir iş gəlsə də 7-8 milyon rubulda kompensasiya alacaq. Yəni, bu nöqteyi nəzərdən Avropanın verdiyi sözlərlə edə biləcəklər arasında ciddi bir zaman uçurumu var. Bu zamanı doldurmaq Ukrayna xalqının, Ukrayna cəmiyyətinin gücü çatacaqmı?
Ya başqa bir versiya da ola bilər. Yəni hər bir halda Amerika yenə uduşlu çıxacaq. Əgər söhbət imic itkisindən gedirsə, müharibədən çıxır, daha doğrusu münaqişədən çıxır, danışıqlardan çıxır. Hamının bir cümlə həmişə deyirlər ki, Amerika imicini itirəcək. Bəyəm Amerikanın və Trump Amerikasının o qədər də belə vecinədirmi ki, imicini itirəcək yoxsa? Bəli, yəni itirməyəcək. Amma nə ola bilər? Kənara çəkilib silahını pulla sata bilər. Avropa əlində pul, ayırdığı pulu gətirib Amerikaya verib silah ala bilər. Hə, indi Rusiya da bundan çəkinir ki, Trumpla buna görə anlaşmaq istəyir, İranı buna görə qurban verə bilər, başqa məsələlərdə güzəştə gedə bilər ki, silah satmasın, gəlin bir yerdə alüminium sataq, gedək Arktikada qaz çıxardaq, neft çıxardaq. Bu ola bilər. Amma Avropa Birliyi ölkələrinin də Ukraynanın yanında sıx birləşməsinin əsas motivi Ukrayna deyil, özləridir. Zaur, Donald Trump'la Rusiya prezidenti arasında telefon danışığı baş tutdu. Bu telefon danışığının iki önemli mesajı var idi, üzdə görünən. Yəni, dedilər, sadılandı bu. Ukrayna məsələsi ilə yanaşı İran məsələsi də müzakirə olunub. Buna az əvvəl Natiq mənim toxundu. Burada belə bir mexanizm var idi ki, əgər Birləşmiş Ştatlarla İran anlaşarsa, İranın əlində olan zənginləşdirilmiş nüvə ehtiyatının üçüncü bir ölkəyə aparılması və orada saxlanması. Belə bir ideya var idi. Ola bilər ki, bu müzakirə predmeti olub. Və verilən ikinci mesaj Trump öz dili ilə dedi ki, Rusiya prezidenti söylədi ki, strateji aviasiyaya endirilən zərbə cavabsız qalmayacaq. Rusiya buna cavab verəcək. Yəni, 1 saat 15 dəqiqə ərzində davam edən danışıqdan gələn iki ən vacib mesaj. Və ümumiyyətlə, axı dünyada ölkələrin nüvə triadasına hücumu indiyə qədər qırmızı xətt sayılırdı. Məsələn, heç kim təsəvvür edə bilməz ki, kimsə Çinin nüvə triadasına hücum edə bilər, nüvə raketlərinə və yaxud da nüvə potensialına zərbə vurur. Birləşmiş Ştatların, Fransanın, Böyük Britaniya, Rusiyaya qarşı bunu elədilər. Amma 15 il bundan qabaq Rusiyaya qarşı bunu eləyə bilmirdilər. Bu müharibədə buna şərait yaratdı. Buna şərait yaratdı. İndi sizin fikrinizcə Moskvanın cavabı buna necə olacaq? Yəni, açıq danışaq, bu Rusiyanın həm imicinə və daha çox imicinə və eləcə də hərbi qüvvələrinə ciddi zərbədir. Mən imicdən çox hərbi potensiala zərbəni önə çəkərdim. Bu hərbi ekspertlər bunu daha yaxşı izah edirlər. Doğrudan da nüvə potensialının əhəmiyyətli dərəcədə sarsılıb. Və bu, davam edən müharibədə Ukraynanın ən böyük qələbəsi sayılır. Bu birinci etap. İkincisi, Prezident Trump'ın Prezident Putinlə danışığı və sonra Trump'ın verdiyi açıqlama, mən düşünürəm ki, müasir çağdaş ABŞ siyasi tarixinin ən qara səhifələrindən biridir. Çünki heç kim ABŞ prezidentinə bu cür ifadələr gözləməzdi ki, Prezident Putin bəyan elədi ki, onun zərbəsi qaçılmaz olacaq. Mən düşünürəm ki, Ukraynada qurban ölkədə aqressiya məruz qalıb və aqressiya məruz qalan ölkənə indiki dövrdə, çağdaş dövrdə ona münasibəti bu cür ifadələr işlətmək özünü sivil sayan və ən azı sözdə belə beynəlxalq hüquq normalarına riayət edən bir ölkənin dövlət başçısı tərəfindən səsləndirilə bilməz. Zaur, sizə elə gəlmirmi ki, Trump sadəcə olaraq təhlükəni çatdırıb, fiziki olaraq? Bir də Putinin gizlətmək istədiyi və mərkəzi kanallarda verilməyən mesajı onun vasitəsilə verilərək indi müzakirə obyektinə Bunu çevirdi. biz küçədəki sadə Azərbaycanlı vətəndaşımızdan da soruşsaq, o bəyan edəcək ki, Putin cavab verəcək. Burada gizlədilərsə heç nə yoxdur və Trump tərəfindən də açıqlanası heç nə yoxdur. Bütün dünyanın, yəni söhbət sağlam düşüncəli, ölkələrin ərazi bütövlüyünü, suverenliyini, hörmət prinsipi, müasir dünya nizamını fundament hesab edən şəxslərdən, ekspertlərdən, siyasətçilərdən, hamı onu gözləyirdi ki, Trump fərqli bir açıqlama ilə çıxış edə bilər. Trump Ukraynanı qoruyacaq açıqlama ilə çıxış edə bilər. Niyə qorumalıdır? Yəni, deyir, axı, mənim öz maraqlarım var, düzdürmü? Mən nə demək Biz niyə istəyirəm? gözləməliyik ki, bu Ukraynanı qoruyacaq? Mən nə demək istəyirəm? Mən hal-hazırda Amerikanın maraqlarını şərh eləmək istəmirəm. Mən bizim gözləntilərimizi danışıram. Yəni, əgər doğrudan da mövqeyimi ondan izah edirəm ki, əgər Amerika Birləşmiş Ştatları hesab eləyirsə ki, doğrudan ərazi bütövlüyü, sərhədlərin toxunulmamazlığı prinsipi, əsas prinsiplərdir və necə ki, onlar hal-hazırda... Kosovada hesab etmədi, məsələn. Aydın o bir president idi, amma məsələ üçün. Belə olan halda biz fərqli bir açıqlama görədik və nəzərə alaq ki, hələ də Ukrayna ilə ABŞ arasında imzalanmış sənədlər və strateji tərəfdaşlıq haqqında qüvvələr, sazişlər hamısı qüvvədədir. Və bunlar heç biri denonsasiya olunmayıb Amerika Birləşmiş Ştatları tərəfindən. Yəni, indiki halda Trump'ın bu cür bəyan etməyi, bu əslində yaşıl işıq yandırmaq deməkdir. Bu təxminən elə ABŞ-ın təxminən elə Qazza bölgəsində yanaşmasına oxşuyur ki, biz oradan Fələstinləri köçürəcəyik.
2 milyon Fələstinli Iordaniya köçürəcəyik, sonra başqa ölkələr dedilər və bununla da biz problemi həll eləyəcəyik. Mən İstəsən eləmiş ki, sabah ola bilər Prezident Trump deyə bilər ki, ümumiyyətlə Ukraynalarda Ukraynadan köçürək. Necə ki, bəyan elədilər ki, biz... Ukraynanın əməliyyatında Amerikanın iştirak etmə ehtimalını yüksək qiymətləndirərsiniz də yəqin ki. Öz tək Ukraynalıların işi deyildi də, düzdür? Şübhəsiz, əlbəttə. Bəli, yəni bunu edən Amerikada eyni mesajı Rusiyada verə bilər ki, bax, mən sizə dedim, axı, Putinə qarşı bir neçə dəfə tweeti də oldu Trumpın. 2 həftə bundan qabaq, 3 həftə bundan ki, odla oynayırsınız, ciddi problemlərlə qarşılaşarsınız. Bu da odla oynamaq ciddi problemlərlə qarşılaşmaq idi də. Yəni bunu da eləyən Amerika Birləşmiş Ştatları. Amma mən bir məsələ deyim, yəqin ki, bu əməliyyatın təfərrüatları açıqlanacaq. Mənə görə son ana qədər yəqin ki, Ukraynalılar israr ediblər bu əməliyyatda. Necə ki, biz İsrailin əməliyyatını gördük Qəzzaya qədər. Mən düşünürəm ki, bu daha çox Prezident Zelenskinin iradəsi ilə baş verib. Əlbəttə, kömək ediblər şübhəsiz. Lakin bir düyməyə bağlıdır. GPS-i söndürsən, Zelenskinin iradəsi nə olur olsun. Mən düşünürəm ki, tam elə deyil. Necə ki, 6 ay davamı kəsdilər və Ukrayna dözdü, elədi. Mən fikirləşirəm ki, hal-hazırda Amerika Birləşmiş Ştatlarının dəstəyi əvvəlki qədər həlledici daşımır. Bunu çox açıq şəkildə də bəyan eləyirlər. Və Amerika Birləşmiş Ştatları çəkilsə də Ukrayna cəbhəsi çökməyəcək. Çünki Ukrayna cəbhəsi çöksə, siz özünüz də qeyd etdiniz. Doğrudan da Ukraynanın məğlubiyyəti Avropa üçün strateji təhdid yaradır. Bir neçə 100 minlik... Bəlkə Avropa üçün ya postsovet məkanı üçün? Postsovet, mən onu birinci çıxışımda dedim. Bu baxımdan biz Amerika Birləşmiş Ştatlarına da fərqli bir mövqe gözlədik. Daha çox Ukraynanı müdafiə edən və Rusiyanın haqlı olaraq Ukraynanın özünü müdafiə hüququndan doğan zərbə aldığını siz hesab edirsiniz. Birləşmiş Ştatlardan Ukraynaya daha yaxın mövqe gözləyirdiniz. Ukraynanı qoruyacaq, daha yaxın mövqe gözləyirik. Çünki bəyan edirik. Niyə bəyan edirik? Çünki biz də, ABŞ da və hər kəs də Ukraynanın özünü müdafiə hüququnu tanıyır. Doğrudur, bunu inkar edə bilməzsiniz. Bəli. Və Rusiya edilən zərbələr də Ukraynanın özünü müdafiə hüququndan doğur. Ukrayna aqressiya tərəf deyil və mən ümumiyyətlə bizim siyasi diskurslarda da həmişə o mövqedən çıxıram ki, Ukrayna aqressiya eləyən tərəf Ukrayna qurbandır. Necə ki biz 30 il ərzində bundan əziyyət çəkdik. Əlbəttə, Ukrayna aqressiya qurban bir ölkəyə, aqressiya məruz qalan ölkə bu cür yanaşma əlbəttə ədalətli deyil və mənim fikrimcə yekunlaşdıram. Hətta Amerika Birləşmiş Ştatlarının bu prosesdən çəkilməsi də belə, mən düşünürəm ki, Ukrayna üçün çətin olacaq, amma son olmayacaq. Zahir siz sanki Trumpa çox sadə dildə deyim, Ukraynaya necə qıya bilərsən mesajını göndərirsiniz. Amma ki, Birləşmiş Ştatlar bu mesajı qəbul edəcəkmi, Əhməd bəy, sizin fikrinizcə? Ümumiyyətlə, Birləşmiş Ştatlarda artıq bəziləri analitiklər mediada yazır ki, Zelenski strateji aviasiyanın vurulması ilə bağlı qərarı qəbul edəndə vabank gedib və qırmızı xətti keçib. Çünki dünyanın nüvə dövlətlərinin nüvə triadasını vurmaq olmaz. Bu yazılmamış qanundur. Buna dəymə. Başqa ölkə hücum etmək olar, ərazini işğal etmək olar, amma nüvə triadasına dəymək olmaz. Ukrayna yeni tarix hazır. Mənim fikrimcə hələ bu tarix davam edəcək. Buyurun Əhməd bəy, sizin fikriniz? İcazənizlə bir qədər əvvəlki suallara qayıdaq. Bilirsiniz, yəni ümumiyyətlə dəfələrlə sizin studiyada bu məsələni müzakirə etmişik ki, Donald Trumpın və yaxud da ki, Amerikanın Ukrayna məsələlərindən geri çəkilməsi nə demək ola bilər? Biz demişik ki, istənilən süper güc və yaxud da istənilən ölkə ki, onun dünyanın kontentinin olan ölkənin hər birinə müəyyən bir əlaqəsi var, Ukrayna məsələsini, Ukrayna-Rusiya məsələsini ignor eləsi mümkün deyil. Bu, orada söhbət ondan gedir ki, yanaşma bu bürokratik aparatın yanaşması olacaq, yoxsa Prezident Donald Trumpın gətirdiyi yanaşma ibarət olacaq. Prezident Donald Trump gətirdiyi yanaşma sıradan çıxarsa, avtomatik olaraq bürokratik aparatın formalaşdırdığı standartlaşmış demək bəli, orada protokollar ki vardı, onlar hamısı işə düşəcək. Biz bunu dəfələrlə demişik. Ona görə də hansısa bir formada əgər geri çəkilsə belə, yəni hətta Çin belə istərsə belə ki, məsələn, Ukrayna ilə bağlı hər hansı mövqeyi olması mümkün deyil. Yəni, bu elə bir məsələdir ki, bu məsələ ilə bağlı mövqe mütləq olmalıdır. Bu tamamilə ayrı məsələ. O ki, qaldı Almaniyanın bağlı ki, orada hansı formada iştirak edə bilər və s. Almaniyanın üzərinə çox yük mü düşür? Baxın, Almaniyada real göstərici ölkənin o müəyyən qədər imicinin qaytarılması və yaxud da ki, müəyyən bir o belə deyim də vətənpərvərlik hisslərinin olması ilə bağlı ən real göstərici və mən deyərdim ki, minimal real göstərici bu AfD partiyasına səs verən insanlardır. 21% insanlardır. 84 milyonluq ölkənin Almaniya 21% səs verir. Bir çox da müharibə istəmir.
tam əksinə, orada düzdür, elan olunur. Orada Ukrayna ilə bağlı, Rusiya ilə bağlı mövqelərində mən əminəm ki, orada bir qədər elə sırf Rusiyanın translasya etdiyi narrativlər üstünlük təşkil. Amma bu o demək deyil ki, həmin insanlar ölkənin o prestiji ilə bağlı, yəni onlar elə öz ölkələrinin prestiji ilə bağlı dünya siyasətində daha aktiv mövqe nümayiş etdirmək. Yəni bu bir qədər ayrı-ayrı məsələlərdir. Bu 17 milyondur. Və əgər biz Almaniya kanslerinin demək çıxışına baxsaq, orada elan edir ki, ordunu könüllərdən təşkil edəcək və orada döyüşmək istəyən insanlardan. 84 milyonluq əhali. Bunun 21%, 17 milyon eləyir. Qocaları, yaşlı insanlar çıxış şəhərdə ən azından milyona yaxın olan bir ordu və kifayət qədər təkmil ordu. Bu çox böyük kifayət qədər potensiallı olacaq, Əhməd bəyəm, olacaq. 5 ildən sonra olacaq. Ukraynaya bu yay lazım deyə. Bir qədər, üzr istəyirəm. Burada razıyam. Proseslər gec başlayıb. Amma elə məqamlar vardır ki, əgər elan olunursa ki, publik elan etmək lazım deyil bundan sonra. O deməkdir ki, orada bəlkə də elə məqamlar var ki, artıq publik elan etmək üçün bəlkə də indi elan olunsa, bu zamana kimi görülən işlər elə üzə çıxar ki, o elan olunandan fərqli olduğu üzə çıxar. Ona görə bunu elan etmirlər. Məsələn, bəlli oldu ki, Taurusun vurulması, istifadəsi ilə bağlı icazə qadağan çoxdan götürülmüş, amma indi elan etdilər. Kim nə bilir ki, sadəcə həmin Taurusları vermirlər. Yox, bu artıq deyilir ki, Ukrayna daxilində istehsal olunacaq. O bilirik də ona görə deyirlər ki, Almaniya vermir, gətirib orada 3 dənə üstünə balaca bir vint bağlayacaqlar ki, bu Ukrayna istehsal olur. Bəli. Kaş elə olsun. Biz ona da razıyıq ki, Ukraynaya bu qədər silah verilsin. Amma vermirlər. Problem odur, verilmir. Mətbuatda elan olunur ki, verilmir. O ayrı məqam. Amma istifadə də olunur. O ki, qaldı sizin suala ki, yəni yader demək nüvə triadasının elementinə hücum. Doğrudan da bu qırmızı xətti keçirməsi yoxsa bəşər tarixində ilk dəfədir ki, belə bir hadisə baş verir. Yəni hesab olunur ki, BMT-nin qurucu üzvlərindən biri və uzun müddət o nüvə silahına ikinci sahib olmaq, nüvə pariteti deyilən bir məsələ Rusiya, ABŞ, SSR, ABŞ arasında olan bir məsələ idi və belə olan halda Tu-95 kimi soyuq müharibənin simvolunun bu formada sıradan çıxarılması mən hesab edirəm ki, Ukrayna üçün kifayət qədər ciddi bir pozitiv reputasiya formalaşır. Xüsusən də Ukraynaya dəstək, hansı bir formada dəstəyini azaltmaq istəyən qruplar arasında və nəzərə almaq lazımdır ki, ABŞ-ın özündə artıq balans, checks and balance sistemi kifayət qədər aktivləşir. 87 səhvlənmirsə senator artıq sanksiya tətbiq etmək niyyətindədir. Bir qədər əvvəl siz ekranda göstərdiniz. Orada mən hesab edirəm ki, Prezident Trump və Prezident Putin telefon danışığında olan bəlkə də ən müqayisə oluna biləcək məqam orada elan olundu ki, telefon danışığı 1 saat 15 dəqiqə çəkib. Ən qısa müddətli telefon danışıqdır. Yəni ilk telefon danışığı səhvlənmirsə 1 saat 40 dəqiqə oldu, 45 dəqiqə oldu. İkinci telefon danışığı 2 saat yarım olmalıdır. Üçüncü 2 saatdan bir qədər artıq. İndi isə 1 saat 15 dəqiqə və elan olunur ki, bir qədər əvvəl elan olundu ki, sağollaşıblar. Telefon danışığı kim yerə qoysun bilmir deyətdim. Mübahisə edir ki, kim birinci telefonu yerə qoysun və indi isə hal-hazırda ümumiyyətlə Ukrayna məsələsi müzakirə olunur, İran məsələsi müzakirə olunur. Bunu nə cür izah eləmək olar? Mən burada kifayət qədər çoxlu yeni elementlər var. Gülşən xanım, Ukraynanın Rusiya strateji aviasiyasına endirdiyi zərbə və Vladimir Putinin Donald Trumpa dediyi kimi bunun qisasını alacağı ilə bağlı verdiyi bəyanat şübhəsiz ki, bu zərbə də indi adekvat olacaqdır. Yəni Rusiya strateji aviasiyasından 20-yə yaxın təyyarəsi təsdiqlənmiş məlumata görə, Ukraynanın verdiyi yox, təsdiqlənmiş məlumata görə 20-yə yaxın təyyarəsi məhv edilirsə, Rusiyanın buna cavabı da adekvat olacaq. Bax, bu cavabdan sonra müharibənin yenidən alovlanacağını, daha aktiv fazaya keçəcəyini gözləmək olarmı? Onsuz da yayı gözləyirdilər ki, hava düzəlsin. Hava da düzəlib, bəhanə də var. Yox, mən razıyam ki, indiki dövrdə, indiki vəziyyətdə elə bir ki, bir tərəfdən danışıqlar gedir. Ukrayna tərəfi istəyirdi ki, 30 günlük bu danışıqlar dövründə bir atəşkəs əldə eləsin. Rusiya tərəfi buna razı deyildi və razı da deyil bugün də və hesab eləyir ki, danışıqlar da getməlidir, müharibə də getməlidir, həmsi paralel olaraq. Ancaq hiss olunur ki, hər iki tərəf bu dövr ərzində hansısa bir yeni bir müsbət irəliləyiş, tərəqqi əldə etmək istəyir. Məhz söhbət hərb səhnəsindən gedirsə ki, nə qədər tez bunlar hansısa bir qələbə əldə eləsələr o istiqamətdə, ondan istifadə edərək danışıqlarda daha çox özlərinin istədiyi, o əldə etmək istədiklərini əldə edəcəklər. Ona görə mən tam razıyam ki, bugünkü reallıqda mənim fikrimcə hələ ki, hansısa bir atəşkəsə gəlməklə bağlı orada nəsə bir demək ki, nəsə bir şey gözlənilmir mənim fikrimcə. Hələ bu proses gedəcək
Hər iki tərəf hesab edir ki, onlar yorulmayıblar, elə düşünürlər və istəyirlər ki, bu müharibədə hər iki tərəfin mövqeyi o qədər fərqlidir ki, onlar o əldə etmək istədiklərini əldə etməyə çalışacaqlar. İndi söhbət ondan gedir ki, bax bu üçüncü tərəflərdən biz danışırıqsa, bu Avropa İttifaqıdırmı, ABŞ-dırmı, ya hansısa başqa üçüncü tərəfdir ki, hansısa bir formada bunlara kömək eləmək istəyir. Bunların mənə elə gəlir, bayaq biz o məsələyə toxunduq, ABŞ prezidentinin bu proseslərdəki rolu. Mənə elə gəlir ki, artıq bir, demək olar 6 aya çatacaq birazdan ki, bəs Donald Trump bu prosesin içindədir və yavaş-yavaş daha yaxşı başa düşür ki, hər iki tərəfin mövqeyi müxtəlifdir və Rusiya tərəfi bugün heç cür Ukraynanın istədiyi ilə razı deyil və Ukrayna da heç cür Rusiyanın dediyi ilə razı deyil. Yəni, burada o win və lose məsələsidir. Yəni, hər iki tərəf ancaq qələbə çalmaq istəyir. Bu yeganə prinsipdir və bu prinsiplə əgər baxırıqsa, orada hər hansı atəşkəsdən söhbət gedə bilməz. Ona görə ki, bugünkü reallıqda əlbəttə Rusiya tərəfi, orada məncə mən bayaq qeyd etdiyim cənab Uşakov da soruşanda ki, bu hansısa bir jurnalist pres konferansda ki, bu bəs nə vaxt baş verəcək? Həmin o, elə bir ki, bu zərbəyə deməli, rəğmən cavab. O da deyib ki, bunu cənab Putin dəqiq bilir nə vaxt və nə vaxt o lazım olsa o zərbə də vurulacaq. Yəni o açıqlamır ki, bu nə vaxt baş verəcək. İndi ona görə də biz belə fikirləşmək, Ukrayna tərəfi də yəqin bunu başa düşür və hazır olmalıdır belə bir zərbəyə. Əgər onlar bunu ediblərsə, deməli onların müəyyən bir strategiyası var ki, onlar onu necə gözləyirlər, həmin o əgər baş versə elə bir zərbə. Mənə elə gəlir ki, biz sizinlə burada daha bir məsələyə diqqət verməliyik, Murad müəllim. Deməli, söhbət ondan gedirsə ki, onsuz da hal-hazırda müharibə davam eləyir. 3 ildən çoxdur ki, müharibə davam eləyir, heç bir müharibə heç kim dayandırmamışdı, bu proses gedir. Və ona görə də danışıqların başlaması və ya başlamamasından fərqli olaraq, müharibə bu saat hal-hazırda elə bir artıq səviyyəyə gəlib çatıb ki, ən qorxulu, onu hamı həmişə deyirdi ki, nüvə silahından istifadə edilməsi məsələsinə qədərdir. Yəni, bu müharibənin bu vəziyyəti hələ onu göstərir ki, hələ nüvə silahından heç kim istifadə eləmirsə, əsasən burada söhbət Rusiyadan gedir. Deməli, bu müharibə hələ davam edəcək və indi bu vəziyyət daha da gərginləşə bilər. Natiq müəllim, biz Rusiya-Ukrayna müharibəsindən danışırdıq və Rusiya-Ukrayna müharibəsi gedişatında yaranan danışıqlardan danışırdıq. Müharibə təzə başlayanda və aktiv olanda, Joe Biden administrasiyası dövründə Rusiyanın ətraf ölkələrə təsiri azalırdı. İndi Donald Trump administrasiyasında sanki Rusiya müharibənin əvvəlində itirdiyi mövqeləri bərpa etməyə başlayır. Söhbət nədən gedir? Məsələn, götürək elə qonşu Ermənistanı. Əgər müharibənin əvvəlində Nikol Paşinyan qəhrəmancasına Avropa Parlamentinin tribunasından bəyan edirdisə ki, biz Avropaya getmək istəyirik. Ondan moderator soruşurdu ki, Avropa Birliyinə nə vaxt üzv ola bilərsiniz? O deyir ki, təklif etsəz günü sabah. Və bu kimi bəyanatlarla çıxış edən Paşinyan mayın 9-da parada Moskvaya gedir artıq. Və bugün Rusiya qanunverici orqanının rəhbəri Valentina Matviyenkonun Ermənistana səfəri başlayır. Lavrov səfər eləmişdi. Lavrov səfər elədi. Bu yaxınlarda. Yəni, ən azından Ermənistanda bir U dönüşü baş verir. Və bu da Rusiyanın güclənməsindən və daha müharibənin əvvəlinə nisbətən daha əmin mövqedə olmasından xəbər verir. Razısınızmı bu oyunla? Əlbəttə. Ermənistanı döndərirlər. Ermənistanı çox döndərməyə çalışırdılar onlar, xatırlayın. Amma indi Ermənistan rahat dönür. Amma bilirsiniz, burada məsələ odur ki, Azərbaycan və Türkiyənin qurduğu ittifaq və onun verdiyi nəticələr bu vəziyyəti Cənubi Qafqazda yaratmışdı. Ən azından bizim bölgədən söhbət gedir. Orta Asiyada biraz fərqlidir. Təbii ki, Ukrayna müharibəsinin də təsiri var idi. Rusiyanın başının daha çox Ukraynada qarışmasının da təsiri var idi. Amma o analogiyanı aparsaq, bugün bəyən müharibə getmirmi? Gedir. Nə olsun ki, Rusiyaların başında belə bir ideya formalaşıb ki, biz artıq qalibik, bu gün sabah qalib gələcəyik. Amma reallıq... gələn dəstək, Biden administrasiyası ilə Trump administrasiyasının fərqi. Mənə elə gəlir ki, Rusiya üçün boşluğu doldurmağa çalışır. Rusiya üçün heç də asan administrasiya deyil Trump administrasiyası. Əksinə daha başqa çağırışları da özündən ehtiva eləyir. O ki, qaldı Paşinyan və onun komandasına. Mən ilk gündən də, bu günə qədər də onlarla məqalələrimdə də yazmışam. Onlar qərb yönümlü deyillər. Sadəcə müəyyən balans yaratmağa çalışırdılar
Və bu balansın yaradılmasında Rusiyanın özünün də iştirakı var idi. Rusiya ilə düşmənçilik aparan, rəqabət aparan və yaxud da Avropaya meyilli olan bir ölkə Rusiya ilə ticarət dövriyyəsini 8 dəfə artıra bilməz. Mümkün deyil. Bu heç cürə mümkün deyil. Yəni sanksiyalardan yan keçməyə Rusiyaya bu qədər kömək edən ölkə varsa, bunun biri də Ermənistandır. Yəni ona görə də Ermənistandakı ictimai rəyin dəyişməsi nəticəsində Paşinyan da çox həddindən artıq təcrübəli və insanların belə deyək də nəbzini tuta bilən siyasətçi olduğuna görə cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi 2-ci Qarabağ savaşından sonra artdı deyə onu cilovlamağa, onu öz arxasına almağa çalışdı. Və salam, burada başqa bir şey deyildi. Yəni biz hələ də mən anlamıram, bizim cəmiyyətdə də bu söhbətlər var. Putini həddindən artıq şişirdənlər də var. Deyirlər ki, dünyanı az qala o idarə eləyir, orada hakimiyyət dəyişir, Ukraynada müharibə aparır. Amma Ermənistanda hakimiyyəti dəyişə bilmir də, yəni istəsəydi. İstəsəydilər çoxdan dəyişərdilər. Deməli, istəmirlər də. Və Amerika administrasiyasının dəyişib-dəyişməməsindən asılı deyil bu məsələ. Rusiyanın Ermənistandakı ictimai rəyi itirməsindən doğan bir dalğa var idi. O dalğanı başqalarının yox, Paşinyanın özü tərəfindən belə deyək, qəbul edilməsi və idarə edilməsi daha məntiqli idi. Paşinyan da bunu elədi. İndi Paşinyanın da hansısa bir xətlərlə kənara çıxmaması üçün Rusiyaya bağlı siyasi qüvvələrin gücləndirilməsi, onların hər hansı bir formada təzyiq vasitəsi kimi Ermənistanda istifadə olunması Rusiyanın həmişə gördüyü bir işdir. Burada yenilik yoxdur. Və məhz bu baxımdan Zaur Valentina Matviyenko səfər edir, doğrudur. Alen Simonyan qarşılayıb onu hava limanında. Bu həmin Alen Simonyandır ki, Rusiya əleyhinə dəfələrlə bəyanatlar verib və Paşinyana yaxın olan mediada yazır ki, erməni kilsəsi Moskvadan gələn sifarişləri yerinə yetirir və Paşinyanın erməni kilsəsinə qarşı açdığı müharibənin də səbəblərindən biri məhz budur. Paşinyan kilsəni zəiflətmək istəyir ki, seçki qabağında onun seçki prosesinə təsir edən qüvvə az olsun. Necə hesab edirsiniz? Nə ilə nəticələnəcək Paşinyan katolikos qarşıdurması? Özü çox qəribə bir qarşıdurma gedir orada. Paşinyan katolikosdan soruşur ki, sənin övladın var yoxsa yoxdur? Çıx cavab ver. Çıx cavab ver. O da deyir ki, o da təxminən deyir ki, bu sualı mənə dünyəvi rəhbər verə bilməz. Ancaq kilsə verə bilər. Çox qəribə bir diyaloq gedir. Çox qəribə diyaloq gedir və bu qarşıdurma 2018-dən başlayıb. 21 may 2018-ci ildə müasir Ermənistan daxili iş dəfəli inaugurasiya məhz prezident sarayında keçirildi və heç kim də katolikosu ora xüsusi dəvət etmədi. Yəni, amma bundan əvvəl etməyəcin məqamı idi, rol oynayırdı. Və bunun ardınca da çox ciddi şəkildə qarşıdurma başladı və Ermənistan kilsəsi doğrudan da Paşinyan hakimiyyətinin onların üçlü birlik deyirlər də, diaspora, Ermənistan və kilsə. Onu dağıtmağa çalışmaqda ittiham elədi və biz çox açıq şəkildə bilirik ki, Qaregin faktiki olaraq keçmiş prezident Sarkisyanın şəxsi ruhanisi idi, belə demək mümkündürsə. Onların bir yerdə biznesi var idi və onlar Ermənistanı Rusiyanın da dəstəyinə faktiki bir yerdə idarə edirlər. Bu baxımdan Ermənistan və ikincisi siz diqqətlə baxsanız, Ermənistan kilsəsi Azərbaycanla yaxınlaşmağa doğru atılan bütün qərarlara qarşı çıxıb və etiraz eləyib bununla bağlı məsələdə. Ötən il may ayını yadınıza salın. Artıq 25 maydan sonra bu işğal olunmuş 4 kənd Ermənistan arasında qalan ki, Azərbaycanın nəzarətinə keçəndən sonra ilk etirazı elədi məhz 2-ci Qaregin. İstefaya çağırdı və bunun ardınca da biri ki, Baqrat keşişin 2 etiraz aksiyası oldu. 10 mayda hələ onlar 30 min adam topladılar İrəvana. Bunların hamısının təşkilatçı hamı bilirdi ki, Ermənistan kilsəsi idi bununla bağlı məsələdə. Və yaxud 6-sı oktyabr Praqa sammitini götürün. Hansı ki, orada Dağlıq Qarabağ tanındı Azərbaycanın ərazisi kimi və bunu Paşinyan tanıdı və imza atdı. Və dərhal bir gün sonra yenidən 2-ci Qaregin çıxdı və Paşinyanı istefaya çağırdı. Yəni, bu qarşıdurma çox ciddi şəkildə gedir. Sadəcə indi seçki artıq bir ilə biraz çox qalıb. Bu baxımdan mən düşünürəm ki, Paşinyan preventiv tədbir görür və o başa düşür ki, əvvəl-axır kilsə ilə toxuşacaq. Nə qədər tez toxuşsa, kilsə nə qədər kartlarını atsa, bir o qədər yaxşıdır. Toxuşma biraz gec olarsa, kilsə güclənə bilərdi və eyni zamanda kilsə də geri çəkilməyəcək. Kilsə həm diasporun güclü dəstəyinə malikdir və açıq şəkildə Moskvanın xəttini yürüdür və növbəti məsələ 2020-ci ildə 20 apreldə 2-ci Qaregin çağırdı ki, Köçəryan azad olunmalıdır. Həbsxanadan azad olunmalıdır və Paşinyan üzərində təzyiqi artırmaqda kömək elədi. Prinsip etibarilə iki barışmaz qütbdən danışırıq və mən düşünürəm ki, bu sona qədər davam edəcək. Həmçinin nəzərə alaq ki, Ermənistan kilsəsi
Azərbaycan ərazisini azad etdikdən sonra ən böyük dəstəkdə məhrum olub. Bu nə idi? Onlar bilirsiniz, müxtəlif ihanələr toplayırlar, fondlar toplayırdılar və belə deyək, Qarabağ mövzusunda ən çox pul qazanan, varlanan şəxslərdən biri məhz 2-ci Qaregindir. Bu baxımdan Paşinyanın indi yürütdüyü siyasət heç bir halda kilsə tərəfindən qəbul edilməyəcək və onu bağışlamayacaqlar bununla bağlı məsələdə. Mən düşünürəm ki, bu çox ciddi şəkildə gedəcək. Lakin Ermənistandakı proseslər yalnız Ermənistanla məhdudlaşmır. Ermənistandakı proseslər əlbəttə dünya ilə məhdudlaşır və burada Rusiyanın xüsusi rolu var. Mən qısa deyim. Əlbəttə heç kim gözləmirdi ki, Paşinyan bilavasitə Rusiyadan uzaqlaşmaq, sadəcə Paşinyan sərkisən olmaq istəmir. Paşinyan köçərən olmaq istəmir. Paşinyan ən az indiki Bidzin İvanlaşvili kimi olmaq istəyir. Yəni Ermənistanın strateji muxtariyyatını artırmağa çalışır. Və Lavrovun açıqlamaları göstərir ki, Moskva bunu qəbul etmək istəmir. Əhməd bəy, indi bu Paşinyanla kilsənin qarşıdurması hələ uzun müddət davam eləyəcək. Yəni burada Paşinyan sevir də belə publik, ritorik sualları və ikinci Qaragindən də soruşanda ki, sənin övladın var, yoxdur. Qaragin hədisə də bu Qaragin üçün mənfi cəhətdir. Ən azından ona görə ki, erməni kilsəsinin rəhbəri ailə qura bilməz. Yoxdursa da belə çıxır ki, Paşinyan məcbur elədi bunu deməyə. Digər bir məsələ var. Bu, İrəvanda kiçik bir ofisi olan Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaq arasında sonuncu separatçı liderinin müddəti bitir və seçki keçirilməlidir. Separatçılar bəyan eləyiblər ki, hansısa dırnaq arası parlament yeni dırnaq arası prezidenti seçəcək. Bax, indi Paşinyan üçün çox vacib məqamdır. Paşinyan bu seçkinin keçirilməsinə imkan verəcəkmi və imkan versə buna Azərbaycandan gələn iradlara nə cavab verəcək? İcazənlə bir neçə söz elə Paşinyan və erməni kilsəsi arasında baş verən məsələlər barəsində doğrudan çox maraqlı proseslər gedir və prosesin müstəviləri hədsiz çoxdur. Yəni burada həm xarici siyasət var, Ermənistanın daxilindəki məsələlər var, kimlik məsələsi vardır. Yəni kilsə Ermənistan kimliyidir. Amma bir mənalıdır ki, bu məsələ bu gün başlamayıb. Zahir məlumatı qeyd edirəm, mən bəzi fikirlərimi elə zahir məlumatlar üzərindən quracağam. Yəni elan olunanda ki, Ermənistanın tarixi ermənilərin tarixi yox, Ermənistan tarixi olmalıdır. Ermənilərin tarixi elə bu kilsə tarixidir. Yəni o kilsə və dinin demək dövlətin ayrılması, yəni bu çox vacib bir komponentlərdən biri idi ki, bu çox sürətlə gedirdi. Həmçinin Ermənistanın daxilində mən hesab edirəm ki, belə siyasi nəzəri baxımdan çox belə maraqlı bir proses baş verir ki, Nikol Paşinyan dəstəyini itirir, getdikcə ona dəstək dərəcəsi aşağı düşür, amma o dəstək dərəcəsi kimə gedir, bəlli deyil. Hiss olunur ki, müəyyən qədər o publik fikir, demək, ictimai fikirdə müəyyən bir yeni lider axtarışı vardır. Ona görə də mən hesab edirəm ki, Ermənistan baş naziri bu istiqamətdə kifayət qədər aktivləşib və o ənənəvi olaraq, yəni inqilab olur, inqilab əvvəlki liderləri tam sıradan çıxardır, axınla daha sonra necədirlər, öz övladlarını yeyir, daha sonra müəyyən bir təmərküzləşmə prosesi gedir qruplar arasında. Yəni siz hesab edirsiniz ki, Paşinyan yeyilməkdən qorxur? 2020-ci il Qarabağ müharibəsi bu sikli pozdu. Məsələn, Robert Koçaryan və Serj Sarkisyan bu cür sürətlə geri qayıtmamalıdır. Onlar məhv olmalıdırlar. Bütün məntiqi demək zəncirlə bağlı. Amma biz gördük ki, o 2020-ci il demək müharibəsi tam pozdu və həmçinin Ermənistanın daxilində o vətəndaş cəmiyyəti içində olan qrupların da müəyyən bir təmkik edib Paşinyan devirməsi prosesi də olmadı. Yəni o lider mütləq inqilabın lideri mütləq devirməli idi. Amma o ki qaldı konkret olaraq sizin suala, mən hesab edirəm bunun cavabı çox qısadır. Bəlkə də bunun cavabı elə ardıcıl olaraq müharibə olmayacaq. Bunu emosional formada deməzdir. İndi şəraitdə Ermənistanda sıravi insanların təxminən mövqeyini çox ümumiləşdirsək, belə səslənir ki, yəni son 4 ildə Nikol Paşinyan Azərbaycana hansı güzəştlərə gedibsə, buna xalq olaraq bu və digər formada razılıq vermişik. Məram bir olubdur ki, ən sonunda deyilsin ki, yeni müharibə olmayacaq. Əgər Nikol Paşinyan bunu təmin edə bilmirsə, Azərbaycanla müəyyən yeni bir sülh müqaviləsinin təmin olunmasını demək edə bilmirsə, bu o deməkdir ki, hər hansı bir formada Nikol Paşinyanın verdiyi əsas söz belə icra olunmur, əsas söz belə insanlar tərəfindən qəbul olunmur və ona görə də Nikol Paşinyan ardıcıl olaraq deyəndə ki, Azərbaycanla yeni müharibə ola bilər, emosional olaraq çıxıb deyir ki, müharibə olmayacaq. Yəni çox vacib mesajlardan biri. Və əlbəttə ki, siz dediyiniz kimi, yəni Azərbaycanın məsələlərlə bağlı reaksiyası, fikri kifayət qədər bəllidir və ona görə mən hesab edirəm ki, Nikol Paşinyan da bu istiqamətdə atacaq addımlar. Seçki deyəndə bu seçki şousudur da, təbii ki. Burada bir neçə məqam ola bilər, bir neçə ssenari ola bilər, amma əlbəttə ki, mən hesab edirəm ki, Azərbaycanı qızıqlandıran addımlara getmədən çəkinəcək. Sizin fikriniz Gülşən xanım, yekun olaraq bizim cəmi 2 dəqiqəmiz qalıb. Sizin fikrinizcə, indi dırnaq arasındakı Qondarma Respublikanın
separatçı liderinin müddəti bitib. Bu liderin müddəti əslində 23-cü ildə bitib. Özü sənədi imzalamışdı ki, bu ləğv olunur bu qondarma qurum. Seçki keçirilməsə bununla hər şey bitəcək. Paşinyan indi nə edəcək? Əslində yetər ki, həmin ofisə bir 20 nəfər polis göndərsin, qovsun hamısını çıxarsın, qaçsın qabağına ki, sizin müddətiniz də bitdi, dövlət əmlakını boşaldın. Eləyəcəkmi bunu? Mənə elə gəlir ki, bu doğrudan da real görünür. Çünki ən azı bu hökumət başa düşür ki, əgər Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, əgər bizi ilə o müvafiq olaraq hər iki tərəf tərəfindən birgə hazırlanmış o sənədi imzalamaq istəyirsə, bunlar heç bir bu tipli təxribatlara imkan verməməlidirlər. Çünki bu cür təxribatlar onların özləri üçün də çox qorxulu bir fenomendir. Yəni biz özümüz başa düşürük ki, Qarabağdan köçüb ora getmiş ermənilər məhz Paşinyana qarşıdırlar. Ona görə onların təzədən institutlaşmasına da imkan vermək olmaz. Ona görə mənə elə gəlir ki, özünün marağı baxımından da Paşinyan belə bir prosesin təzədən gündəmə gəlməsində maraqlı olmayacaq. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, biz bugün diqqət mərkəzində Rusiya-Ukrayna müharibəsinin gedişatını və perspektivlərini, Birləşmiş Ştatlar və Rusiya arasında baş verən proseslərdən danışdıq. Eləcə də Rusiyanın Ermənistanı geri qaytarmaq cəhdlərinə toxunduq. Ermənistanda da çox ciddi mübarizə gedir Ermənistan hakimiyyəti ilə kilsə arasında və bu mübarizə gələn il keçiriləcək parlament seçkilərinə qədər daha da qızışacaq və sonda cəmiyyət daxilində birdəfəlik bir qərar qəbul edilməsi tələbi yaranacaq. Ermənistan ya Azərbaycanın dediklərindən razıdır və bununla da oturub durur və yaxud da ki, Ermənistanda yenidən revanşistlər qalib gələcək. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyir qalsın.